Salam, hər vaxtınız xeyir. Özünüzü təqdim edin. Buyurun, müraciətiniz nə ilə bağlı idi? Tanışdadır müraciətiniz. Əlavə sualınız varmı? Zəng üçün təşəkkür edirik. Bu səslər sizə tanışdır? Dost xidmətləri ilə bağlı ən sürətli və aydın məlumatı ala bildiyiniz yerdəyəm. Sizin suallarınızı cavablayan dostlarınızla bu dəfə mən danışacağam. Amma telefonla yox, üz-üzə. Dost çağrı mərkəzi 142-dəyik. Gedək iş prosesi ilə tanış olaq. Dost Çağrı Mərkəzi 142 Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyət istiqamətlərinə müvafiq olaraq məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində, habelə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə Çağrı Mərkəzi fəaliyyətini həyata keçirir. Çağrı mərkəzinə gün ərzində təqribən 8000 yaxın zəng daxil olur. Hər bir əməkdaş isə ortalama 105 zəngə cavab verir. Biz hər birimiz çalışırıq ki, vətəndaşın suallarına tam və ətraflı şəkildə cavab verək. Yəni çox daxil olan müraciətlərimiz bildiyiniz kimi ünvan dövrə sosial yardımla bağlıdır. Bu istiqamətdə qanunvericiliyin tələbləri həmçinin müraciət qaydalarından bağlıdır. Biz onlara qanunvericiliyin tələblərini bildiririk, hansı qaydada təmin edə bilərlər. Həmçinin elektron sistemdən müraciət olunur. Elektron sistemdə məlumatlar hansı qaydada daxil olunur, nə kimi məlumatlar daxil edilməlidir və buna hansı portal üzərindən daxil edə bilərlər məlumatlandırırıq. Sizin suallarınızı bu otaqdakı şəxslər cavablayır. Telefonda sizi çox gözlətməmək üçün suallarınıza ən qısa zamanda cavab tapmağa çalışırlar. Aytac Şahbazova da vətəndaşların suallarını cavablayır. Ancaq dediyinə görə ona bəzən fərqli və maraqlı suallar da ünvanlanır. Sən vətəndaş əlaqə saxlayan zaman Azər İşıqla bağlı müraciəti daxil olmuşdur. İşıqlarımız kəsilib, məsələn, internetimiz işləmir, niyə gəlib mühəllindən bir köməklik göstərmirsiniz və s. Bu istiqamətdə olmuşdur. Və təbii ki, bu hal istiqamətində biz vətəndaşa uyğun şəkildə yönləndirərək xidməti göstərmişdik ki, aidiyyəti üzrə çağrı mərkəzi fəaliyyət göstərir, 199 əlaqə saxlamanı bildirmişdik. Cavid Əlizadə isə 4 ildən çoxdur ki, burada çalışır. Cavid deyir ki, bu sahədə işləmək, bilik və bacarıqlarını daim təkmilləşdirməyi tələb edir. Dost çağrı mərkəzi təbii ki, bilik və bacarıqlarımın artmasında müstəsna rol oynayıb. Yəni, hər keçən gün yeni məlumatlar əldə edirik, həm vətəndaşlara bu barədə məlumatları təqdim edirik. Əlavə olaraq da özümüzdə də müəyyən inkişaf müşahidə olunur. Dost Çağrı Mərkəzi 142-də interaktiv səsli cavablandırma xidməti də mövcuddur. Bu xidmət vasitəsilə 142 Çağrı Mərkəzinə müraciət edən şəxslər artıq həm iş, həm də qeyri-iş vaxtlarında operatora bağlanmadan müvafiq xidmət üzrə rəqəmi sıxaraq həmin xidmətə dair səsli menyu vasitəsilə məlumatı dinləyə bilirlər. İnteraktiv səsli cavablandırma, sadə müraciətlər, tez-tez verilən suallar, həmçinin birbaşa operator yardımı tələb etməyən zənglərlə bağlı cavablandırma elektron qaydada daha çevik həyata keçirilməsidir. Çağrı mərkəzi təkcə zəng vasitəsilə deyil, eyni zamanda sosial şəbəkələr üzərindən, onlayn chat bölməsi üzərindən də xidmət göstərir. Təkcə yanvar ayı ərzində 160 min müraciət fiziki olaraq əməkdaşlar tərəfindən cavablandırılıb. Onun 141 mindən artıq zəng vasitəsilə, 5 mindən artıq əks əlaqə vasitəsilə, 11 mindən artığı onlayn chat vasitəsilə cavablandırılıb. Nazirliyin rəsmi səhifəsinin və Nazirlik tabeli qurumların rəsmi səhifələri üzərindən onlayn chat bölməsi üzərindən bizə müraciət etmək olar. Burada mütəmadi olaraq komandaya yeni qoşulmuş əməkdaşlara daxil olan müraciətlərin qəbul edilməsi və birbaşa cavablandırılmasına dair təlimlər də keçirilir. Təlim müddətində zəng prosesi zamanı müraciətin qəbulu, cavablandırılması və yekunlaşdırılması mərhələləri, o cümlədən daxili prosedur qaydaları həm nəzəri, həm də praktiki olaraq ətraflı izah olunur. Yeni əməkdaşlar daha təcrübəli həmkarlarının vətəndaşlarla ünsiyyətini müşahidə edir və sualları yarandıqda onlardan soruşub lazımi qeydləri aparırlar. Sosial müdafiə məsələləri ilə bağlı suallarınız yarandıqda unutmayın ki, harda olmağınızdan asılı olmayaraq dostlarınız sizə bir zəng qədər yaxındır.